Salam, hər vaxtınız xeyir, hörmətli brend partnyorlar, liderlər, hər birinizi xoş gördük. Artıq vaxt gəldi çatdı və 6 nömrəli kataloqun startını verəcəyik. Ümid edirik ki, 5 nömrəli də çox gözəl bağlanacaq. Amma bugün biz sadəcə Fidanla birlikdə deyilik. Bizim artıq bilirsiniz qonağımız deyəcəm, amma artıq qonağımız deyil. Bizim 3 ölkənin generalni direktor Dimak Paşa bizimlə birlikdədir və o ilk olarak, start olarak sizinle böyle bir giriş etmek istiyor. Buyurun, Дима, пожалуйста. Спасибо. Спасибо. Добрый день. Добрый день, Oriflame Азербайджан. Очень приятно сегодня впервые участвовать в запуске каталога номер 6 с вами вместе. Hər vaxtınız xeyir, hörmətli brend partnyorlar, liderlər, sizinlə birlikdə 6 nömrəli kataloqa start verməyə çox xoşdur. İlk dəfə sizinlə birlikdə bu kataloqun təqdimatını edirəm. Очень приятно сегодня с вами узнать, что же самого интересного нас ждет в каталоге номер 6. И со своей стороны хочу сказать, что мы старались сделать все возможное, чтобы вас снабдить всем для успешной кампании номер 6. Onu qeyd etmək istəyirəm ki, hər zamanki kimi kataloqun startı hər kəsə maraqlıdır və bugün də sizinlə birlikdə bizi nələr gözləyir, hansı yeniliklər olacaq, ona danışmaq istəyərdim və əmin olun ki, maksimal çalışmışıq ki, əlimizdən gələn hər bir şeyi sizin üçün təkliflərə verək. Я с нетерпением жду всех наших встреч и запусков дальнейших каталогов. Я уверен, что мы с вами друг друга как минимум раз в 3 недели на запуске каталога можем вдохновлять на новые успехи, на новые продукты и на новые эмоции. Sizinlə görüşmək, sizinlə online da olsa görüşmək həqiqətən mənim üçün çox xoşdur. Əminəm ki, bizim görüşlərimiz çox olacaq ayrı-ayrılıqda da. Amma ən azından 3 həftədən bir kataloqun startında biz sizinlə birlikdə görüşəcəyik. Спасибо за ваши реакции, спасибо за ваши комментарии, я их вижу. Sizin komentləriniz üçün, reaksiyalarınız üçün sizə təşəkkür edirəm. Hər birisini görürəm və izləyirəm. Я думаю, что сейчас было бы хорошо, если бы каждый из нас спросил себя, какое время, сколько месяцев или лет он знает Oriflame и сотрудничает с Oriflame. Hal-hazırda ən gözəl momentdir, ən gözəl andır. Bir düşünün, Oriflame'i neçə ildə tanıyırsınız və neçə ildə Oriflame ilə birgə addımlayırsınız? Вы даже можете друг другу это рассказать и напишите в чате, вот я вижу уже 10 лет. Hal-hazırda çatı da izləyirəm və görürəm, yazırsınız orada illəri, həqiqətən bu möhtəşəmdir. 22 и 22. Я хочу сказать вам, что это близко к моему, тоже Oriflame возрасту. Мой Oriflame возраст 23 года. Və onu qeyd etmək istəyirəm ki, burada 22 görürəm və 22 rəqəm mənim Oriflame'də olduğum illərə təsadüf edir. Mən 23 ildə Oriflame'dəyəm. Тофик 28 лет, вау, это очень впечатляет. Фаик 27 лет, класс. И вы можете продолжать писать и делиться, и также вы можете написать, согласны вы со мной или нет, что сколько бы лет мы ни работали, каждые 3 недели нам все равно удается быть вдохновленными и всегда в ожидании чего-то нового. Хотя сколько каталогов мы видели, сколько новых продуктов мы видели, все равно каждые 3 недели мы всегда очень воодушевлены и ждем чего-то. Onu qeyd etmək istəyirəm ki, baxmayaraq neçə illərdir biz Oriflame'dəyik, çünki burada fərqli və gözəl rəqəmlər gördüm. Onu qeyd edək özümüz üçün ki, hər 3 həftədən bir yeni kataloqu biz qarşılayırıq, yeni kataloqla biz çalışırıq və yenidən yeni kataloqu qarşılayırıq. Yəni bizim həyatımızda neçə belə kataloqlar gəlib gedib və gəlməyə davam edir. И я думаю, что это возможно столько лет быть настолько всегда воодушевленными, это возможно только потому, что в Oriflame есть 3 важные вещи в каждом каталоге. Это всегда возможность получить и увидеть классные, прекрасные продукты. Это потому, что здесь замечательные люди, и потому, что у нас есть очень много интересных историй. Продукты, люди и истории.
Və onu sizə qeyd edim ki, bizi ilhamlandıran, bizi Oriflame-də çalışdıran və hər zaman yeni kataloqa həvəslə gözlədiyimizin belə deyərdim səbəbləri bir neçədə ən 3 dənəsini sizə qeyd etmək istəyirəm. Bu hər zaman yeni məhsullardır. Bizim əhval-ruhiyyəmizi açan və hər zaman biz yeni məhsulları gözləyirik. Bu insanlardır, hansılar ki bizimlə çalışır və bizimlə birlikdədir və bu maraqlı hekayələr, bu həm məhsul hekayələridir, eyni zamanda bizim özümüzün hekayələridir ki, hansını biz paylaşırıq. Спасибо, Диана, ты героиня. И это действительно очень важно об этом помнить, потому что это наша с вами уникальная сила, и это отличает нас от многих, пусть даже самых известных брендов, которые продаются в магазинах. Bu bizim gücümüzdür. Bu bizi fərqləndirən aparıcı belə deyərdim qüvvədir və bu bizi başqa mağazalardan və hər bir şeydən fərqləndirir və bunu biz yadda saxlamalıyıq, bununla birlikdə irəli getməliyik. Наши замечательные продукты всем нравятся. И у нас есть не искусственный интеллект, не проплаченные модели или блогеры, а реальные люди, вы и все, кто в ваших командах, кто может рассказать много историй о том, какие классные эти продукты и о том, какие дополнительные возможности дает Oriflame. И вот так это вместе соединяется в уникальное преимущество. Классные продукты, о которых вы, как реальные люди, рассказываете много интересных историй. Və onu qeyd edim ki, bizi fərqləndirən, bizi edən bizim canlı olmağımızdır. Biz hər hansı bir süni intellekt deyilik, biz pullu reklamlar deyilik. Biz canlı, hər biriniz, siz Oriflame'in bir hissəsisiniz. Və Oriflame'in məhsulları, onların hekayələri haqqında və Oriflame'in imkanları haqqında sizlər insanlara çatdırırsınız. Və bu bizi özəl eləyən faktorlardan biridir. И поэтому мы выигрываем с вами у любых магазинов розничных и у любых онлайн-магазинов, потому что в розничном магазине продукты молча стоят на полке, и они ни о чем не рассказывают. То же самое в онлайн-магазине. Мы видим продукт, цену, пусть даже со скидками, и какие-то комментарии, которые мы не знаем, кто писал, правдивые они или нет. Qeyd edim ki, bizi biz edən, bizim gücümüz sırf bizim canlı olmağımızdadır. Biz pərakəndə fərqli olaraq vitrində bizim məhsullarımız dayanmır. Onlayna baxsaq, biz sadəcə onlaynda satışla məşğul deyilik və oradakı kommentlər bilirsiniz, yalançıdır, doğruçudur, onu da bilmirik. Amma biz canlı, gəzən reklamıq və hər zaman biz tövsiyə edirik. Bizdən gələn tövsiyələrlə insanlar bizlərə yaxınlaşır. И именно это является наша формула успеха. Я рекомендую вам ее знать, всегда про нее помнить и использовать. Вы также можете ее использовать, если вы хотите больше результата, вы хотите большего успеха. Əlbəttə ki, bunu siz hər zaman işlətməlisiniz, əlinizdə bir alət kimi istifadə etməlisiniz. Əgər siz inkişaf etmək istəyirsiniz, əgər siz daha yüksək, daha gözəl nəticələr əldə etmək istəyirsiniz. То есть, если мы хотим больше успеха, значит, у нас уже есть много замечательных продуктов и предложений в каталоге номер 6. Мы сейчас вам об этом расскажем. Значит, дальше у нас есть люди и истории. Значит, нужно увеличить количество людей, с которыми вы свяжетесь по телефону, написать лично, и которым вы расскажете историю, почему вам нравится Oriflame и почему вам нравится тот или иной продукт. Əlbəttə ki, uğur hər birimiz istəyirik və biz burada hər birimiz uğur üçün gəlmişik. Bunun üçün mütləq hal-hazırda təklif olunan məhsullarla bağlı daha çox məlumat toplayın və eyni zamanda daha çox insanlar dəvət edin ki, onların daha çox, necə deyirlər, təcrübəsi və hekayələri olsun, hansıları onlar danışacaq. И когда мы связываемся с людьми и рассказываем им о нашей продукции, что лучше всего, какие истории лучше всего откликаются людям. Чаще всего спрашивают, что у вас новенького и что у вас на хорошем предложении в этом каталоге.
Əlbəttə ki, biz yeni insanlarla qarşılaşanda və onlara Oriflame haqqında danışanda ən çox məhsul hekayələri onları maraqlandırır. Məsələn, hansı məhsul hal-hazırda var, hansı yeniliyiniz var? Yəni bu sualları mütləq ki, onlar sizə verirlər. И мы позаботились о том, чтобы в каталоге номер 6 у вас для таких историй было очень много возможностей. И в плане новинок, и в плане отличных предложений и скидок. Biz əlbəttə ki, əlimizdən gələni etdik ki, 6 nömrəli kataloqda maksimal sizin təklif edəcəyiniz məhsullar bol olsun və rahatçılıqla onları təklif edəsiniz ki, insanlar bizə daha çox qoşulsunlar. Давайте посмотрим на следующий слайд, и вы увидите главного героя 6-го каталога. Это наш новый продукт, новый легендарный продукт, который называется Top Sense. Это наши новые ароматы под названием Top Sense. У меня klaviaturası visam. Və hal-hazırda növbəti slayda keçid edirəm və siz orada kataloqun yeniliklərini görəcəksiniz. Bir saniyə. И мы впервые за долгое время прибавили к своему бренду в этом продукте еще один бренд. И мы предлагаем этот аромат вместе с нашим партнером, с парфюмерным домом Живодан. И мы предлагаем этот продукт как наше совместное творчество. И мы впервые называемся для этого продукта Oriflame и Живодан. Вы видите два бренда вместе. Və biz bilirsiniz ki, artıq bu ətirlə, bu yeniliklə tanışsınız və bunu bir daha vurgulamaq istəyirəm. Bu bizim yeniliyimizdir və bu yenilik iki, belə deyərdim, qarışımdandır, Oriflame və Живодан. Yəni biz sırf Живодан məktəbi ilə əməkdaşlıq etdiyimiz üçün, bax bu ətirin buraxılışında da bu iki ad bir-birindən ayrı olmadan bizimlə birlikdə olacaq. И это очень важно. Я думаю, что вы уже много знаете об этом парфюме, об этом аромате. Коллеги уже рассказывали вам, и сегодня вы также что-то мы вам напомним. Но это очень важно помнить, что этот новый аромат, уникальный, нишевый, мы сделали вместе с ведущим парфюмерным домом Живодан. Və bu məhsul haqqında siz əlbəttə ki, daha ətraflı eşitmişsiniz, bilirsiniz. Biz bunun təqdimatını da etmişdik, amma bir daha xatırlatmaq istəyirəm ki, bu ətri sırf Живодан evi ilə, yəni parfümer evi ilə birlikdə bir əməkdaşlıq edərək bu möhtəşəm ətirlərin, belə deyərdim, buraxılışı mümkün olubdur. Həqiqətən möhtəşəmdilər, qalıcıqları da çox uzun müddətlidir. Отлично, что Зена показывает вам ароматы. Я тоже хотел вам показать. У меня есть уд, но он у меня дома. Я им вовсю пользуюсь, и поэтому с собой в офисе я его сегодня забыл принести. Və mən də istərdim bu iki ətri görsədim, amma mən özüm istifadə etdiyim bu ud ətridir və hal-hazırda evdədir, ofisə gətirməyi unutdum, sevə-sevə istifadə edirəm. И вы помните нашу формулу успеха? Продукты, люди и истории. Я тоже хочу воспользоваться. Это прекрасный продукт. Вы замечательные люди, я вас очень уважаю, и поэтому хочу вам рассказать одну историю свою. Və uğurun açarı məhsullar, adamlar və tarixçə hekayələrdir. Və sizə də dəyər verdiyim üçün gözəl bir hekayəni danışmaq istəyərdim. В этом январе этого года мне посчастливилось побывать на презентации для нас, для Oriflame, парфюмерного дома Живодан. И они рассказывали нам о себе. Və yanvar ayında sırf Живодан parfüm evi ilə bizim gözəl bir təlimimiz oldu və onlar bizə özləri haqqında məlumat verdilər. И я до этого, возможно, где-то слышал такое название, но ничего толком о них не знал. Я знал, что они для нас будут делать вот такой вот замечательный нишевый аромат, которого мы уже тогда ждали долго. Ola bilsin, mən bu adı eşitmişdim, amma heç tanış değildim. Amma o görüşdən sonra mən bildim ki, sırf bu parfüm evi bizim üçün möhtəşəm ətirlərin müəllifi olacaqlar. И вы знаете, когда я услышал представителя дома Живодан, который для нас, для орифлеймовцев, рассказывал с гордостью о своем доме, мне очень понравилось, меня привлекло, как они нам рассказывали, с какой гордостью они нам рассказывали о своем доме. И более того, с какой гордостью они рассказывали о предстоящем сотрудничестве с Oriflame.
o təqdimat vaxtı Javadan evinin əməkdaşları o qədər gözəl özləri haqqında danışdılar. O qədər qürur duyaraq Oriflame-lə əməkdaşlıq edəcəyik bu məlumatları verirdilər ki, bu həqiqətən çox möhtəşəm idi. И в чем была особая гордость? В том, что они нам рассказывали, для каких парфюмерных брендов они создавали раньше ароматы. И они с гордостью называли названия, которые вам обо всем скажут. Зене даже можно их, разумеется, не переводить. Sırf bunu eşitmək lazım idi. Necə qürurla onlar bunu danışırdılar və qürur duyaraq biz sizinlə birlikdə əməkdaşlıq edib bu ətirlər haqqında danışdığı zaman əlbəttə ki, biz bu ətirlər haqqında yenə danışacağıq. Siz əlavə məlumatlar yenə eşidəcəksiniz. Sadəcə bu hissi sizinlə bölüşmək istədim. Yves Saint Laurent, Valentino, Lancôme, Prada, Jean-Paul Gaultier. И они с этими брендами также в линию назвали Oriflame и сказали, что мы очень гордимся, что мы к этому списку добавляем еще и создание аромата для Oriflame. И это очень гордо для нас. Təsəvvür edin nə qədər qürur duyulası bir belə deyərdim hisdi ki, Dima'nın hal-hazırda bir ad çəkdiyi, möhtəşəm, tanınmış bilirsiniz ətirlərdir və onları deyəndə ki, biz bunlarla çalışırıq və sonunda Oriflame də bizim bu sıraya qoşuldu. Bu həqiqətən çox möhtəşəm bir his oldu ki, hansını biz keçirtdik. И также мы с вами предлагаем потрясающий аромат, который никакая конкуренция с ним не сравнится, потому что его создает дом Живодан, и нам важно с вами знать и помнить, что это лидирующий и ведущий парфюмерный дом в мире. И никто не производит, ни один парфюмерный дом не производит больше парфюмерии, чем Живодан. Это самый крупный и prestijный parfümerный dom в mire. Və onu qeyd edim ki, Javadan evi dünyada ən böyük parfümerni evdir və ondan çox ətir istehsal edən hər hansısa bir başqa belə deyərim evi yoxdur və biz bu Javadan evi ilə birlikdə əməkdaşlıq edirik. Bunun üçün onu qeyd edə bilərəm ki, bizə rəqabət ola bilməz. Bizim məhsullarımıza, bizim ətirlərimizə və biz hal-hazırda o cür gözəl məktəblə, evlə əməkdaşlıq edirik ki, bu bizi bir pillədə yuxarı qaldırır. Больше трети всей мировой парфюмерии создает этот дом, 35%. И те, кто стоят на втором месте, они создают слегка больше 20% и ниже. То есть 35% мировых лидирующих парфюмерий делается именно домом Живодан, и теперь и наш замечательный аромат Top Sense. Təsəvvür edin ki, 1/3 hissəsi ətirlərin sırf Javadan evindən hazırlanır. 35% edir, 20% isə başqa belə deyərdim artıq parfümer evlərində hazırlanır. Böyük və güclü hissəsi sırf bu Javadan parfüm evi ilə əməkdaşlıq edir və biz də o belə deyərdim evin bir sakini demək olar ki, çünki bizim ətirlərimiz sırf orada hazırlanır. И сейчас совсем скоро Fidan вам напомнит самые важные, интересные вещи про Top Sense, чтобы вы могли, начиная с воскресенья, максимальному количеству людей рассказывать эту историю про Top Sense. Hal-hazırda sözü Fidan'a ötürəcəm. O sizə bir daha sırf bu Top Sense haqqında daha gözəl, daha ətraflı məlumatları yeniləyəcək sizin üçün ki, siz çox maraqla, həvəslə və istəyərək, gözləriniz işıldayaraq bu məhsulları hər kəsə danışasınız və onlar bunu əldə etsinlər. И будьте внимательны, мы также расскажем вам сегодня о том, как вы можете и получить хороший доход, дополнительный доход вместе благодаря Top Sense, и как получить в подарок полный парфюм Top Sense. Сегодня вы об этом узнаете. Əlbəttə ki, əlavə məlumatlar olacaq, maraqlı məlumatlar olacaq. Siz biləcəksiniz ki, Top Sense ətrini hədiyyə olaraq necə əldə edə bilərəm və hansı təkliflər olacaq, hamısı qabaqda sizi gözləyir. İndi isə Fidan'a sözü ötürürəm. Поэтому с моей стороны спасибо вам большое. Слово Fidan.
Spasibo Dima, spasibo большое. Təşəkkür edirəm hər birinizə və salamlayıram. Kimlərlə ki hələ salamlaşa bilməmişəm və mən sizə top sent ətirləri haqqında biraz məlumatlar vermək istərdim. Bu barədə artıq kifayət qədər danışmışıq, təqdim etmişik. Sonuncu Natalya Tripashkanın təlimi də var idi, onun yazması da var, yazılıb. Ona da baxa bilərsiniz daha ətraflı. Amma hal-hazırda biz bu ətirləri artıq təqdim edirik. Ona görə də gəlin biraz üzərindən keçək ki, bu ətirləri siz necə təqdim edəsiniz, ətirləri nəyə görə almalısınız və bu barədə biraz daha ətraflı danışaq. Deməli, biz buna niş kolleksiya deyirik. Nəyə görə niş? Çünki niş kateqoriya hər sizin ola bilər ki, elə Bakının özündə də, digər ölkələrdə də hər hansı bir parfüm mağazalarına girəndə, bahalı parfüm mağazalarına söhbət gedir. Onların hər birinin niş kolleksiyası olur. Hansı ki, niş kolleksiya digər ətirlərdən fərqlənir və xüsusi nələri ilərisə gözə çarpır. Nişlər adətən necə olur? Onlar minimalistik olurlar və gözlənilməz notları olur. Yəni ki, gözlənilməz not kombinasiyaları olur. Hansılar ki, biz bunu fikirləşirik ki, bu bundan tutmaz, amma onlar onu düzgün olaraq tutuşdurub bizə, yəni ki, onu ətir formasında verə bilirlər. Və daha çox premium ətirlərdir bunlar və qiymət səviyyəsi də yüksək olur, nəinki digər ətirlərin və biz hal-hazırda sizə və biz sizə hal-hazırda öz ətirlərimizi, top sent ətirlərini təqdim edirik. Artıq Dima da bu barədə danışdı. Jivadan məktəbinin, parfüm deməli məktəbinin təqdimatı ilə və Oriflame və Jivadanın birlikdə olan əməkdaşlığı ilə üzə çıxan ətirlərdir. Sadəcə olaraq bunu artıq bu barədə danışılıb. Sadəcə olaraq mən özümdən əlavə etmək istərdim və sizin xüsusi bilməyiniz mən düşünürəm ki, vacibdir. Siz bu ətiri təqdim edəndə bu məktəbin adını xüsusilə vurğulaya bilərsiniz. Çünki bu Jivadan məktəbi ilə əməkdaşlıq hər bir brendə aid olmayan bir şeydir. Yəni ki, bununla əməkdaşlıq eləmək yalnız xüsusi, biraz daha çox yüksək səviyyəli brendlərə aid olan bir şeydir və bunu xüsusilə vurğulaya bilərsiniz. İstər müştərilərinizdən olsun, istər üzvlərinizdən olsun, istər strukturunuzda, komandalarınızda bu barədə mütləq olaraq danışın. Çünki yəni bizim bu əməkdaşlığımızı biz bunu fəxrlə deyirik sizə, biz bunu fəxrlə bildiririk və sizin də bunu vurğulamağınızı və bunun üstünlüyünü anlamağınızı istəyirik. Çünki bu məktəb, baxın, yəni necə ətirlər təqdim edir, Prada kimi, J'adore Dior kimi, Miss Dior kimi, Van Million kimi və s. çox dünyaca məşhur ətirləri təqdim edən bir məktəbdir və bu sinifin, bu məktəbin, Jivadan məktəbinin yeni parfümerlərini sizə təqdim edirik. 7 parfümerdir bunlar. Nəyə görə məhz bunlar? Deməli, Jivadan məktəbi 1949-cu ildən indiyənə qədər var və son 2 ildə 10-a qədər parfümer qəbul edir və ora düşmək ən çətin bir işlərdən biridir. Yəni, bu məktəbin parfümeri olmaq çox bir çətindir. Hətta NASA-ya işə düzəlmək ondan daha asan da ola bilər. Nəinki parfümer olmaq və bu çox çətin olduğuna görə bu seçilən insanların yəni əmin olun ki, bunlar çox məşhur, çox populyar və çox bacarıqlı bir parfümerlərdirlər və onlar orada əgər qəbul ola biliblərsə, bunlar dünyanın ən məşhur parfümerləri olacaqlar və artıq Dima da bildirdiyi kimi 35% ətirin Jivadan məktəbində yaradılmasına baxaraq bilmək olar ki, orada hansı parfümerlər işləyir və bu hansı səviyyədə olan parfümerlərdir. Və bu parfümerlərin qabağına bir tapşırıq verilmişdir. Tapşırıqdan əvvəl gəlin bir videoya baxaq, ümumi bu top sent ətirlərinin videosuna baxaq və sonra tapşırıq barədə sizə danışacağım. Və
bu ətirlər deməli parfümerlərin qabağına qarşısına belə bir tapşırıq verilmişdir ki, siz hər hansı bir öyrəşilən notları, məsələn qızılgül notudur, yabanı qızılgüldür. Bu qızılgül notunu xüsusi bir inqridientlərlə birləşdirin və bunun unikallıq yaradın. Çünki niş ətir özü unikal, yəni bir anlayışı gətirir ki, bu mütləq olaraq standart ətir olmamalıdır və bir unikal ətir olmalıdır. Və parfümerlər isə həmin o qızılgülü çiyələklə və başqa notlarla, inqridientlərlə qarışdırıb onu bir xüsusi bir qoxu verib ona xüsusi olaraq niş ətiri yaratmışdılar. Digər ətir isə digər ətir isə neon ud ətiridir və bu ətiri də yaratmaqda ud ümumiyyətlə şərqdə çox istifadə olunan ingrediyentdir, amma bu çox kəskin bir ingrediyentdir və onu elə bir birləşdirmək lazımdır ki, ona daha çox həm zəriflik versin, həm də o udluğunu da saxlasın və ona görə də məhz burada da parfümerlər çox gözəl bir ətir ortaya çıxartmışdılar və hər iki ətri yaradan parfümerlər seçilmişdilər və bu parfümlər sizə təqdim olunur. Və belə bir suallar olur niş ətirlər haqqında ki, bu ətirlər istər roz mud olsun, istər neon ud olsun, bu kişilər üçündür, yoxsa qadınlar üçündür. Ümumiyyətlə, niş ətirlər anlayışında cins anlayışı yoxdur, heç bir sərhəd yoxdur. İstənilən ətir həm qadınlar üçün, həm kişilər üçün uyğundur. Sadəcə bu sizin xarakterinizə, həyat tərzinizə, xasiyyətinizə uyğun olaraq dəyişə bilər. Kiməsə daha çox zərif notlar, kiməsə daha çox kəskin notlar xoş ola bilər və siz öz ətrinizi seçib istifadə edə bilərsiniz. Və ətrin dizaynı çox minimalistikdir. Çünki niş ətirlər kolleksiyasında flakonun dizaynları çox minimalistik olur. Bu da o deməkdir ki, onlar daha çox flakona üstünlük vermirlər, daha çox ətiri önə çıxardırlar və insanların daha çox ətiri başa düşməklərini istəyirlər. Və indi isə bilirdinizmi, sizə bir dənə sual vermək istəyirəm. Bu iki ətri görürsünüz. Kimlər artıq alıbsa, zəhmət olmasa chatlarda yazın. Üzərlərində bunların nələr ifadə olunub, nələr çəkilib, əks olunub. Bəli. İstər neon ud və roz mud. Дима, тут вопрос. Что отображено на флаконах? Знаете ли вы? Сейчас должна написать. Çok dikkatli olanlar bilecek. Нужно быть внимательным, да. Я постараюсь быть внимательным, сейчас все рассмотрю. Если честно, я смотрела 5 минут и не нашла. Только после того, как посмотрели презентацию, вот если сейчас посмотреть презентацию, можно догадаться. Они так видят. Посмотрим. Çata baxaq. Çatlarda kimlər yazır? Birində güllər, üstündə gül. Aha. Bəs o birisində onda güllərdir. Okey. Hansı güllərdir? Digərində at filan. Düzdür. Правильно. Düzgündür. Birinci solda ud ətrində deməli bircə dəqiqə. Ud ətrində, deməli, hər bir top sentidə deyir ki, gizli bir pəncərə kimi bir şey var ki, onun altından bir sizə mesaj çıxır. Yəni, məna budur. Və udda, bu gördüyünüz bu ətirdə atdır. Bu nə deməkdir? Şərq incəsənətinin klassik bir şeyidir, klassik bir elementidir, at təsviri. Və bunu isə Avropa üslubunda təqdim etdiyinə görə və mesaj da budur ki, şərq qərblə görüşür. Yəni, çünki bu ətir qərb ətiridir. Avropa yəni ətiridir, amma biz ud isə daha çox şərq olduğuna görə bu deyir ki, şərqlə qərb görüşür. Bu o deməkdir. Və ikinci ətir isə bu da tünd fonda parlaq və gözəl qızılgül və piyon buketi yer alır. Altda fonda ya piyonlar, qızılgüllər yer alır və günahsız çiçəklər, amma qaranlıq bir sirrilər. Belə bir mesaj verir sizə. Bu da hər bir ətrin özünün bir xarakterini üzə çıxardır.
Və sizə daha bir məlumatı da deyim ki, deməli bu ətirlər nəyə görə biz bunu deyirik? Oriflame'də ilk niş kolleksiyasıdır. Ümumi olaraq 6 ətir olacaq bu kolleksiyada. İkisi hal-hazırda təqdim olunur 6-cı kataloqdan. İyul aylarında 2 daha bir ətir çıxır. Bu barədə sizə bir ipucu verim, o barədə hələ Ziyama sizə danışacaq o ətirlər haqqında və daha sonra ilin sonuna qədər daha 2 ətir çıxacaq və ümumi olaraq 6 ətirdən ibarət olacaq bu Top Cent kolleksiyası və ən əsası da odur ki, biz fəxr edərək deyirik ki, bizdə niş kolleksiya var. Çünki bu niş kolleksiya sadəcə olaraq adi istədiyi filan ətiri təqdim etdik deyil. Bu xüsusi olaraq niş kolleksiyalara, xüsusi parfümlər, xüsusi parfümerlər və xüsusi parfüm məktəbləri tərəfindən olur və bunu da hər brend bacarmır. Ona görə də biz bunu fəxr edirik. Bununla və sizin də çox istərdik ki, bu barədə çox diqqətlə öz auditoriyanızda, müştərilərinizdə, sosial şəbəkələrinizdə bu fikri çatdırasınız və Jvadan məktəbi ilə etdiyimiz, deməli parfüm evi ilə etdiyimiz əməkdaşlıqdan fəxr edirik və bunu da sizin bu barədə danışmağınızı istəyirik. Siz tərəfdən, yəni ki, məlumatın yayılmasını istəyirik və bunun həmçinin bu niş ətirlərin 10 saata qədər qalıcılığı var. Hətta daha çox, bəli, hətta daha çoxdur, çox qalıcıdır. Ziyan 200 gün deyil, hətta bəli, yəni ki, bu ətirlərin qalıcılığı da çoxdur. Ona görə də ətirləri alın, sınayın və 6-cı kataloqda məhz bu ətirləri alamaq üçün sizin çox böyük bir təkliflər olacaq sizin üçün. Bunlardan mütləq olaraq yararlanın və sizə təkliflərdən birinci, ən əsasını birini sizə çatdırıram. Tak. Getdim. Və belə bir biz sizə belə bir unikal bir şans veririk. Hədiyyə sertifikatları veririk. Bunlar hədiyyəli voucherlərdir. 100 manat, 200 manat, 300 manat və 500 manatlıq voucherlərdir. Bunu necə qazana bilərsiniz? Top Cent istənilən ətrini alırsınız. Fərqi yoxdur. İstər ud olsun, istər roz olsun, istər hər ikisi olsun. Hər aldığınız ətirə görə, hər aldığınız ətirlərə görə sizə şans veriləcək. Müsabiqədə iştirak etmək. Bu necə müsabiqə olacaq? Ümumi olaraq ətirləri alanların içərisində, siyahının içərisindən 4 qalib seçiləcək. 100 manatlıq, 200 manatlıq, 300 manatlıq və 500 manatlıq hədiyyə sertifikatı alacaqlar. Necə olacaq bu? Həmin məbləğdə onlar kataloqdan məhsullar sifariş edə biləcəklər. Məsəl üçün 500 manatlıq məsələn voucher almısınızsa, siz kataloqdan 500 manatlıq məhsul sifariş edə biləcəksiniz. Belə bir şans var sizin üçün. Ona görə də mütləq olaraq alın və hər aldığınız Top Cent sizə Zöhrə xanım yazıb ki, məni qazanmış bilin. Super. Vaularınızı oxuyuram. Ümid edirəm ki, bəli, bəyəndiniz bu təklifi və müsabiqənin nəticələrini hər dəfə deyirsiniz. Yəni, bu düşünürəm ki, çox vacibdir. Biz canlı yayımda edəcəyik. Ümumi olaraq siyahı çıxarılacaq və canlı yayımda biz qalibi seçəcəyik. 100 manatlıq, 200 manatlıq, 300 manatlıq, 500 manatlıq voucherlərin qaliblərini seçəcəyik və ona görə də mütləq olaraq aktiv olun və mən indi sözümü ötürürəm Ziyamaya. Ziyana da sizə başqa təkliflər deyəcək ki, başqa Top Cent'i alanda daha nə hədiyyələr əldə edə bilərsiniz. Belə, məndən bu qədər. Hər birinizə təşəkkür edirəm. Hər birinizə uğurlu kataloq sonu arzu edirəm və çox uğurlu 6-cı kataloq arzu edirəm sizə. Sağ olun, uğurlar. Təşəkkür edirəm Fidan. Bir də onu qeyd edim ki, 2 ətirdir və biz artıq seçim də etmişik. Fidan ud daha çox xoşlayır. Mən isə roz xoşladım. Yəni mənim üçün bu daha yaxındır. Ona görə yəni xəssiyyətlərə uyğun olaraq, istəklərə uyğun olaraq bu ətirlər bilirsiniz nədir? Deyir ki, ətir sizi seçir, siz ətri yox. Və çox gözəldir. Mənim üçün bu çox gözəldir. Bir də ki, unikallıq bir şey var. Məsəl ki, bir var standart ətir, insan standart ətir istifadə edir və küçədə kimdənsə onu hiss edirsiniz ki, bu eyni ətirlərdir, eyni kateqoriya olan ətirlərdir, hətta notlar belə. Məsələn, əgər bir ətirin içində, məsəl üçün, yasəmən varsa, sitrus varsa və s. onlar standart olaraq bir-birlərini oxşayırlar. Amma bu ətirlər, yəni ki, heç bir halda digər ətirə oxşamırlar. Çünki bunlar elə bir ingredientlərin birləşməsidir ki, yəni bu mümkün deyil ki, yəni ki, eyni olsun digər ətirlərlə. Ona görə də bu bir unikallıqdır, fərdilikdir. Mütləq olaraq sınayın. Məndən bu qədər.
Bir de size bunu diyeceğim. Niye dedim 2-3 gün kalıcılığı var? Onu qeyd edeceğim. Yeni bize gələndə mən bunu biləklərimə vurdum. Ve sonra deyim ki, unuttum ki normalda günün axırına hiss edəcəyimiz qədər artıq azalır qoxusu. Evə gedirəm və fikirləşirəm, ay Allah, mən niyə neçə gündür eyni parfüm istifadə edən adamlar mənim ətrafımdadır. Çünki mən çox parfümdən istifadə etmirəm, amma arada bir edirəm və bunu təsəvvür etmişəm. Düşünürəm ki, mənim hər gün eyni adamlar əhatəmdədir. Sonradan görmüşəm ki, mən əlimi tərpətdikcə bu qoxu məndən gəlir. Ona görə həqiqətən çox möhtəşəmdir. Yəni hər kəs özünün ətrini mütləq seçib əldə etməlidir və niye biz bu ətirlər haqqında bu qədər danışırıq? Çünki siz nə qədər ətirlər haqqında danışsaz, nə qədər Dima da qeyd etdiyi kimi hər insanlara hekayələr çox maraqlıdır və hər hansısa bir hekayəniz olursa, siz onu danışanda çox həyecanla, gözəl xatirələrlə danışırsınız və mütləq ki, insanlar da onu əldə etmək istəyir, əldə edib onu istifadə etmək istəyir. Ona görə qaçırtmayın. Sizlər də öz ətrinizi tapın, yox, ətir sizi tapsın ki, mütləq bu sizin də həmişə danışmağa bir hekayəniz olsun məhsullarla bağlı. Və nəyi qeyd edim? Hal-hazırda görürsünüz, artıq kataloqda satışa buraxılır. 95 AZ ilə veriləcək. Artıq bu ətirlər haqqında daha çox danışmayacağım. Çünki düşünürəm, çox gözəl məlumatlar aldıq və bunu hələ biz çox danışıb yadımıza salacağıq və bunun hər birinizdə özümüzün hər hansı bir hekayələri artıq olacaq. Davam etməklə nə demək istəyərdim? Görürsünüz ki, artıq 3-cü ətrimizdə bizim belə deyərdim istifadəmizə veriləcək hədiyyə olaraq. Hədiyyə kimin? 3-cü top senti əldə etmək istəyirsinizsə, tropik top senti əldə etmək istəyirsə, istənilən 4 top sent əldə etməlisiniz. İstənilən 4 top sent deyəndə, istəyirsiniz 4'ü də Rolls olsun, istəyirsiniz 4'ü də Ud olsun və yaxud qarışıq olsun. Şəkildə də, ekranda da görürsünüz. Yəni, istənilən sadəcə 4 dənə top sent aldıqda tropika artıq siz hədiyyə olaraq əldə edirsiniz. Bu da daha yaxından tanış olmaq üçün bu ətirlərlə çox gözəl, möhtəşəm bir fürsətdir ki, düşünürəm bunu da qaçırtmamalısınız. Və top sentlər əlbəttə ki, bütün yeniliklər olan kimi, bilirsiniz, hər hansı bir yenilik gəldiyi zaman o mütləq ki, bizi alış etdiyimiz zaman bizə ürəklər verir və istənilən top senti əldə etdikdə və tender ki, yəni əlbəttə ki, kataloqda bir dəfə 20 ürək qazana bilirsiniz. Bilirsiniz ki, ürəkləri də toplayaraq biz daha fərqli gözəl hədiyyələr də özümüz seçə bilirik. Beləliklə davam edəcəm. Gələnləri qəbul edirəm. Bu arada onu da qeyd edim. Sadəcə çalışın hər zaman ilk dəqiqələrdə necə deyərlər qoşulasınız. Və bu təklif qüvvədədir. Bu təklif hələ də sizin üçün verilir. 15 ədəd top sent istədiyiniz top sent, 15 ədəd Ud, 15 ədəd Rolls, siz dəstini 154-990 kodu əlavə edərək əldə edə bilirsiniz və əlbəttə ki 15-15 əldə etməmək istədiyiniz zaman 5-5 əldə etmə şansınız var. İstərsəniz 15-15, istərsəniz 5-5, amma mütləq əldə edin və artıq bu ətirlərlə tanış olun. Ətirlər möhtəşəmdir. Gələnləri qəbul edəcəm. Və davam edirik. Kataloq çox maraqlıdır. Hər zaman kataloqu yeniliklərinə görə həvəslə, maraqla gözləyirəm və yeniliklər olanda bir neçə dəfə kataloqa baxırsan və həvəslə özün üçün hər bir şey əldə etmək istəyirsən. Bu kataloqda isə bizim dırnaqlarımızı, necə deyərlər, bəzəyən və bizi daha görkəmli, gözəl edən, bilirsiniz, bizim əllərimiz hər bir işdə özünün hər hansısa bir aksenti var. Kimlərsə makiyaj gözəl olmalıdır, kimlərsə də saç, kimlərsə paltarda, kimlərsə dırnaqda. Canlı olaraq biz ümumi hər zaman çox gözəlik baxımlıyıq, amma onlaynda və biz hər hansısa əsasda məhsullar göstərdiyimiz zaman bizim manikürümüz möhtəşəm olmalıdır, bilirsiniz. Bu səbəbdən sizə 2,99 qəpiyə əldə edə biləcəyiniz əl kremi təklif edirik və artıq 10 manat 50 qəpikdən 44% endirimlə fərqli rənglərdə olan bu dırnaq boyaları artıq bizi sevindirə biləcək ki, bunu da əldə etməyə
tələsmək lazımdır. Və hal-hazırda görürsünüz, fərqli qiymətləri də qeyd etmişik. Bu artıq dırnaqlara qulluq. Bilirsiniz ki, sadəcə dırnaqlarımızı boyamaqla yetərli deyil, onlara qulluq etmək lazımdır. Onları bərpa etmək, yenilənmək, qulluq etmək, yağlarından, kutikulalar üçün hər bir, necə deyərlər, məhsullarımız var və onları kataloqa baxıb yeniliklərlə mütləq tanış olun və hər birisini əldə edin. Möhtəşəm məhsullardır. Dizaynı da çox gözəldir gördüyünüz kimi və rəngləri sırf yay rəngləri, sakitləşdirici, çox gözəl rənglərə də, çalarlara malikdirlər bu dırnaq boyaları və əlbəttə ki, dırnaqlarımıza qulluq dediyimiz zaman bizim bıqcamız, qayçımız və dəstimiz də var ki, bunu da siz mütləq əldə edəndə unutmayın ki, əl kremini də hədiyyə olaraq 2,99 qəpiyə əldə etmiş olursunuz. Tanış olun. Onu sizə qeyd edim ki, kataloqda nə zaman dırnaqlara qulluq dəstləri olur, hər zaman əldə edirəm. Çünki çox gözəldirlər, möhtəşəmdirlər. Ona görə, yəni bunu da qaçırtmayın. Və hər kəsin bilirsiniz ki, özünün dırnaqlarına qulluq dəsti olmalıdır. Bu səbəbdən hər ailə üzvünün bu məhsula, necə deyirlər, ehtiyacı var. Və hər birimiz video çarxları görürük, salonlara gedirik, manikür edirik, pedikür edirik və çox vaxt bilirsiniz, hər kəs hər yerə gedə bilmir, kimdəsə vaxt məhdudiyyəti var, kimsə yola xərcləmək istəmir vaxtını və hal-hazırda Oriflame möhtəşəm belə bir dəst təqdim edir ki, siz özünüz evdə özünüzə manikür və pedikür edə bilərsiniz. Manikür cihazıdır və onun əlavə, necə deyərlər, başlangıçlarıdır ki, dəyişib, yontub və yaxud hər hansı bir dizayn vermək üçün, üstünü şlifoq etmək üçün fərqli, artıq belə deyərdim, başlıq var. Ona görə çalışın, əldə edin. Düşünürəm, çox gözəldir. Bunu da qeyd edim ki, sizə birinci gün artıq məndə olacaq. Ona görə əgər istəsəz, yaxınlaşıb, baxıb, istifadə edib, necə deyərlər, işləməyinə, rənginə, özünə gəlib ofisə videolarda çəkə bilərsiniz, yeniliklərlə tanış da ola bilərsiniz. Və hər kəsin evində, çantasında, necə deyərlər, iş masasında əvəz olunmaz yumuşaldıcı vasitələrimizdir ki, həqiqətən çox gözəldirlər və onu qeyd edim ki, ailə üzvlərimin hər birində hər zaman olur və sevə-sevə yeni, belə deyərdim, yeniliyi gözləyirlər ki, bu dəfə nə təklif edəcəksən, bu dəfə hansı qoxu olacaq, hansı o qədər dadlı, o qədər belə bir möhtəşəmdirlər ki, həqiqətən onların elə qoxusunu eləmək adama çox gözəl zövq verir. Ona görə hal-hazırda sizlərə bu mango, belə deyərdim, ətirli tədarkiyanı təklif edirik. 2,99 qəpiyə məncə əldə etməyə dəyər. Əsas da kiçik, belə deyərdim, ailə üzvlərimizi sevindirə bilərik. Çünki onlar hər zaman dodaq boyası istəyir, amma bu onlar üçün eyni zamanda bərpa edici, eyni zamanda qulluq edicidir ki, dodaqlarına, yanaqlarına istifadə edə bilərsiniz, əllərin üstünə. Hava soyuqdur, hava küləkdir, hava istidir, fərq etməz. Necə deyirlər, ilin 4 fəslində bu yumuşaldıcı vasitələrdən sevərək istifadə edə bilərik. Çünki universaldılar və min bir dərdin dərmanı deyirlər. Həqiqətən bu o məhsullardan biridir, Skora yapılmışdı. Ona görə mütləq əldə edin. Və bizim əfsanəmiz bal və süd seriyası. Bu çox möhtəşəm bir məhsuldur və Oriflame-də artıq 20 ildə çalışıram. 20 ildə bu bal südü tanıyıram, sevə-sevə istifadə edirəm və düşünürəm ki, çoxlarının sevdiyi məhsullardan biridir. Çox möhtəşəm qoxusu var və çox gözəl, belə deyərdim, istər dəst formasında, istər ayrıcana həm hədiyyəlik, həm əldə etmək üçün möhtəşəm bir məhsuldur və bu kataloqda 12,90 qəpiyədir. Düşünürəm, bunu qaçırtmamalıyıq. Bu bizim sevdiyimiz əfsanəvi və əvəz olunmaz bal və süd seriyamızın necə öyrəşmişik, banka kremidir. Bu həqiqətən də çox gözəldir. Mütləq əldə edin.
və kirpiklərimiz üçün tuşlar əlbəttə ki. Nə etsək, nədən istifadə etməsək də tuşumuzu, dodaq boyamızı vururuq, düzdür? Və bizim Zivan seriyasının bu tuşu çox gözəldir, çox mükəmməldir. Hal-hazırda burada biz 3 tuş təklif edirik. Hər birisi 8 manat 69 qəpiyə çox gözəl təkliflə verilib. Düşünürəm, bunu çox gözəl dəyərləndirmək lazımdır və mütləq əldə edin ki, daha vurgulu baxışlar olsun, daha gözəl baxışlar olsun. Necə deyərlər, gözlər hər zaman gözəldir, amma onun çərçivəsi də onu daha gözəl edir. Ona görə mütləq 5-i birində olan Wanderlash bu tuşu əldə etmək, tələsmək lazımdır. Düşünürəm, hər biriniz kataloqa baxmısınız, çünki kataloq başlamamışdan əvvəl biz artıq kataloqa baxıb orada məhsullar özümüz üçün seçməliyik, artıq toplamalıyıq və çox sevdiyimiz ətirlərdən Elvia ətri də, Midnight Elvia ətri də çox möhtəşəmdir. Yay hava-havası üçün çox gözəl bir təklifdir. 27 manat 25 qəpiyə təklif olunubdur. Bunu da dəyərləndirmək və bunu da əldə etmək mütləq lazımdır. Daha fərqli, daha yüngül və necə deyərlər, yay hava-havasına artıq daxil olmaq üçün, çünki görürsünüz ki, maksimal dərəcə çiyələkli və gilə meyvəli belə bir ətri var. Eclat Home. Biz nə qədər özümüzü sevirik, o qədər də bizim ikinci yarılarımız var ki, onları da biz heç zaman unutmuruq və onlar üçün də hər zaman ətirlər əldə edirik. Və 38 manata təklif olunan Eclat Home-da diqqət mərkəzində olan ətirlərdən biridir ki, biz bunu təklif etməliyik və bunu dəyərləndirməliyik. Davam edirik və kataloqun həqiqətən baxdığım zaman çox diqqət çəkdiyim sırf bu məhsuldur. Giordani Golden Serumudur. Çox gözəl toxunuşu var. Tonalinadan qabaq istifadə edə bilərsiniz. Hətta tonalini istifadə etməsəz belə bu serumdan istifadə edə bilərsiniz. Çox gözəl, yüngül parıltı verir. Və onu sizə qeyd edim ki, dəridəki kiçik qırışları belə vizual olaraq yox edir. Çünki bunun tərkibində olan hissəciklər daxil olaraq, vizual olaraq artıq sizin dərinizi parlaq, hamar və daha tərəvətli edir. Bu məhsulu çox sevirəm və tonal altı kimi istifadə etdiyiniz zaman da görəcəksiniz ki, tonal krem daha gözəl, daha hamar dərinizdə oturur. 53%. Endirimlə təklif olunur. Düşünürəm, bu fürsət qaçılmaz. 23 manat 90 qəpiyə mütləq əldə edin. Davam edirik. İlin ən sevdiyim, belə deyərdim, ilk nəyə baxaram kataloqda? Dərhal arxasına. Və bilirsiniz niyə ən gözəl təklif kataloqun arxasında verilir? Kim deyər? Bu suala kim cavab verər? Niyə kataloqun axırıncı səhifəsində möhtəşəm təkliflər verilir? Oxuyacağım. Bu haqda danışmışıq. Xoş xeyir olsun Cəmil xanım. Xoş gördük hər birinizi. Həmişə kataloqu əlimizə alanda ya kataloqun əvvəlinci səhifəsinə ya da axırına baxırıq. Çünki mən məsələn hardasa 13 ildir buradayam və bilirəm ki, ilk dəfə kataloqu həmişə götürəndən bütün məsləhətçilər, partnyorlar bilir ki, Oriflame'ın ən böyük endirimləri ya əvvəldə ya da axırda olur. Ortalarda yəni ki, xüsusi böyük endirimlər olmur, amma orada da yaxşı məhsullar olur. Çox sağ olun Türkan xanım. Bəli, tamamilə düzdür və ona sizə qeyd edim ki, hər hansısa bir yerdə biz otursaq, qabağımızda jurnal olsa, biz jurnalı açmasaq belə onu çevirib arxasına baxırıq. Və bu səbəbdən kataloqun arxasında ən gözəl təkliflər olur və sizə onu qeyd edim ki, ilin ən gözəl təklifi sırf bu kataloqdadır və hal-hazırda bu gellər bizə çox gözəl təkliflə verilir. Bunu mütləq dəyərləndirmək lazımdır və onu qeyd edim ki, sizə kataloqun sonunda hər zaman gözəl təklif olur ki, cəlb etsin, maraqlandırsın və siz arxadan çox adam sırf kataloqu ilk vərəqinə açıb baxan və
hətta deyərdim daha çoxu arxadan başlayır vərəqləməyə. Bu səbəbdən kataloqun arxası möhtəşəm təklif olunur və sonra bütün indirimlər kataloqun sonunda olur. Kataloqun əvvəlində yeniliklər təklif olunur. Bunun üçün 4 manat 99 qəpik mükəmməl bir təklifdir. Gördüyünüz kimi gellər çox gözəl, təravətli, dadlı, sulu gellərdir ki, dış qəbul etdiyiniz zaman özünüzü yəqin ki, hər hansısa bir gözəl bir məkanda, gözəl bir ölkədə hiss edəcəksiniz. Ətrafınızı gözəl, belə deyərdim, iylərlə əhatə olunmuş. Və davam edirəm. Bir də onu qeyd edim ki, 6 nömrəli kataloq nə ilə gözəldir? Novage məhsullarıyla. Bilirsiniz ki, dərya qulluq çox vacibdir və ən birinci addımlardan da biri dərini düzgün təmizləmədir. Və sırf bu yağ, dərya qulluq çox gözəl dərini təmizləyir, dərindən təmizləyir. Bu yağ sayəsində üzdəki dekorativ kosmetika demək olar ki, necə deyərlər, çox gözəl dağıdır və siz onu bir dənə silməklə artıq üzünüzdən çıxarda bilirsiniz gün ərzində üzünüzdə olan makiyajı. Kapsulalar. Ən sevdiyim. Normalda hər birisinə ən sevdiyim dediyimə düşünməyin. Çünki Oriflame'də sevdiyim məhsul hansıdır deyəndə mən bir məhsulu deyə bilmirəm. Çünki bir neçə məhsul var ki, onları çox sevirəm və daima istifadə etdiyim məhsullar da var ki, onlar mənim üçün artıq əvəz olunmaz bir hissədir. Kapsulalar özünü daha bahalı, daha belə deyərdim bahalı, daha özünü sevdiyini hiss etdirir. Hər bir bu kapsulu qırıb üzünüzə vurduğunuz zaman çox gözəl belə bir məxməri hiss edirsiniz. Bu üzdə artıq bahalığı hiss etdirir və bilirsiniz ki, biz özümüzə biraz baxsaq artıq özgüvənimiz də artır. Novage testləri ilə bunu biz daha mükəmməl edirik. Çünki biz dərimizə nə qədər gözəl baxsaq, dərimizə nə qədər gözəl qulluq etsək, bir o qədər özümüzü əvəz olunmaz hiss edəcəyik. Və əlbəttə ki, hər kəs nəyi sevir ki, ətrafda baxanda ona desinlər, nə gözəlsən, dərində dəyişikliklər var. Yəni, bu çox gözəl bir komplimentdir ki, hər bir xanım düşünürəm bunu əldə etmək istəyir və bunu eşitmək istəyir, daima eşitmək istəyir. Bizim özəlliyimiz nədir? Biz güzgüdə bunu görürük. Və buna biz artıq öyrəşirik və deyirik, başqa cür ola bilməz. Və kataloqun bir dənə də yeniliyi var. 7 ədəd içində çox gözəl belə deyim, sponjlardır ki, siz onlarla üzünüzü təmizləyəcəksiniz. Üzünüzün təmizliyinə, cavabdehliyi, ləkələrə meyilli olan, belə deyərdim, dəriləri təmizləyir. Çox gözəl bir məhsuldur. Bunu mütləq sınayacağım və sizə video çart atacağım ki, necədir? Çünki mən çox sevirəm hər hansısa bir məhsulu danışanda onu istifadə etmişəmsə, mən onun haqqında çox rahat və gözəl danışa bilirəm. Bu məhsul yenilikdir. Hələ ki, bu məhsul haqqında məlumatları oxumuşam. Amma 1-2 günə bu məhsulları əldə edib test edəndən sonra daha əminliklə sizə bu haqda danışacağım. Və dərya qulluq dediyimiz zaman unutmayın, Novage brendinin biz artıq 40% indirimi ilə əldə edə bilərik. Bu da çox gözəldir. Hal-hazırda artıq, necə deyərlər, bizdə bilirsiniz, qışda yaya keçid çox sürətli dərəcədə olur və yayda bu keçid çox sürətli olduğu üçün dərimizdəki təsir də artıq hiss olunur. Çünki dəri başlayır qurumağa, istər-istəməz havanın soyuğu, küləyi, sonra isə dərhal günəş və biz daha çox dərilərimizə qulluq etməliyik. Bu səbəbdən Novage seriyasının brendinin indirimdə olmağı bizə çox gözəl, belə deyərdim, təsir edəcək və hər birimiz bu məhsullardan əldə edəcək gecə və gündüz kremləridir, zərdabdır ki, bunu mütləq əldə edib istifadə etmək lazımdır, gündəlik istifadə etmək lazımdır. Dərya qulluq, necə ki su içirik, yemək yeyirik, unutmuruqsa, eyni zamanda dərimizin qulluğu da unutmamalıyıq. Nə qədər gözəl indi qulluq etsək, gələcəkdə güzgüyə baxıb özümüzə sağ ol deyəcək. Və düşünürəm, hər kəs öz dərisinə gözəl qulluqları etməlidir. Davam edirəm. Bu seriyanı çox sevirəm.
deməyəcəm, istifadə etmişəm, ona görə çox sevirəm. Bu seriyanı hər zaman mamama əldə edirəm və bu yaş əleyhinə Time Restore seriyasının yenilənmiş mükəmməl bir versiyasıdır. Buradakı Zərdab özü artıq, necə deyəsiniz, çox gözəl bir təsvirat verir. Zərdabını istifadə edirsən, gecə-gündüz kremini istifadə edirsən, göz ətrafı və dodaq üçün istifadə edirsən, dodaq ətrafı və yuyucu vasitəsi çox mükəmməldir. Və hər gün mamamın da yadına salıram. Deyəsən istifadə etməmişsən, o da mənə dərhal atçot verir. Yo, istifadə etmişəm. İstifadə edib etmədiyini nədən görürəm? Məhsul bitdi ya bitmədi. Normalda əgər bir dəstə düzgün formada səhər axşam istifadə edirsinizsə, bir ay yarıma artıq demək olar ki, tükənir məhsul. Bir də ondan asılıdır ki, miqdarını nə qədər götürürsünüz. Unutmayın, çox etmək bu tez bir zamanda gözəl bir nəticə demək deyil. Hər bir şey düzgün formada olmalıdır, miqdarları düzgün istifadə olunmalıdır. Həm sizə gözəl nəticə versin, həm cibinizə, necə deyərlər, bərəkət olsun. Eyni zamanda bitdikcə əlavə olaraq əldə edəsiniz. Çünki Zərdab və göz ətrafı bilirsiniz gündə 2 dəfə istifadə olunduğu üçün, yuyucu vasitəsi gündə 2 dəfə istifadə olunduğu üçün əlbəttə ki, daha tez bitir. Və sizin hər zaman əlinizdə çox gözəl alət var ki, zəng vurub soruşasınız. Məhsul necədir? Düşünürəm artıq bitməlidir. Düzgün istifadə edirsənsə və mən sənə bu fürsəti qaçırtma. Hal-hazırda Novage endirimdədir. Gəl əldə et. Və gördüyünüz kimi 4 dəstə, 4'ü də hər birisi 234 AZN təklif olunur. 5 məhsuldan ibarət bu məhsullar. İstifadəsi çox rahatdır. Görünüşcə artıq bilirsiniz hansı məhsul nə deməkdir. Yəni yorulmadan özünüzə gündə 2 dəqiqə ayıra biləcəyinizi əminəm ki, biz vaxtımızı çox vaxt başqa bir şeylərə sərf edirik, amma özümüz üçün bu 2, 3, 4 dəqiqə əvəz olunmazdır ki, biz bunu özümüzə nəinki qıymalıyıq, etməliyik, əldə etməliyik, almalıyıq. Çünki biz baxımlıyıqsa, ətrafımız da baxımlı olacaq. Biz baxımlıyıqsa, ətraf bizə hər zaman yönələcək. Nə qədər insan baxımlıdırsa, bir o qədər onu sevənlər çoxalır. Çünki hər kəs özünə dəyər verirsə, ona dəyər verənlər artır. Bu səbəbdən bunu unutmayın. Siz baxımlı olduğunuz zaman sizin evladlarınız da sizi daha fərqli, onsuz da onlar bizi sevirlər. Sadəcə valideyn baxımlı olanda övlad qürurla yanında gəzir və bəli, bu mənim mamamdır deyir, bu mənim atamdır deyir. Ona görə övladlarınıza da bu hissi yaşadın və özünüzə bu hissi yaşadın ki, hər zaman baxımlı olasınız. Novage seriyası sırf budur. Əgər yaşınızdan yaş azaltmaq istəyirsinizsə, Novage seriyasının 40% endirimi hamısı sizi gözləyir. Mütləq əldə edin. Və nəyi qeyd etmək istəyirəm, bilirsiniz ki, artıq bir neçə kataloqda biz öncədən satış təklif edirik və bu görüş bitəndən sonra əlbəttə ki, mən yox, biz bu məlumatları çata atacağıq və sadəcə bu da dırnaq boyaları yox, orada bir çox məhsullar var ki, saat 6-da artıq Telegrama yüklənəcək, hər birisindən istifadə edə bilərsiniz. Yalnız brend partnyorları, düzdür Fidan? Əldə edə bilir bu. Öncədən satış yalnız brend partnyorları üçündür, bunu unutmuruq. Bir dəfə kataloqda bir dəfə istifadə edə biləcəksiniz. 10 məhsuldan birini öncədən almaq şansınız var. Düşünün, bu şansı qaçırtmayın. Hər məhsuldan, bu laf gözəl bir xəbər oldu. Çünki hər məhsuldan bir dənə əldə etmək şansınız var. Yəni bir məhsuldan 3 dənə, 5 dənə əldə edə bilməyəcəksiniz. Amma təklif olunan bütün, bizim üçün nə lazımdır? Hər məhsuldan bir dənəsini əldə edək ki, onun teksturasına baxaq, onun qalıcılığına baxaq, onun necə deyərlər, nə cür istifadə etmək lazımdır, nə cür təsvirat yaradır, ona baxmaq üçün ki, sonra gözəl reklam edək və çox gözəl reklam daşıyıcısı olaq deyə bu məhsullardan sevərək də təkliflər edək. Ona görə mütləq bu şansı da qaçırtmayın. Öncədən sifariş çox gözəl bir təklifdir ki, hələ də bizim necə deyərlər işimizdə. Bilirsiniz ki, hər kəs yenilikləri sevir və siz video çox çəkirsiniz və deyirsiniz. Kataloqun yeniliyi artıq məndədir və mən istifadə etdim. Çox möhtəşəmdir. Sizlər də mütləq sifariş edin.
hər kəs hər zaman sizi izləyəcək və sizə baxacaq ki, hansı yeniliyi öncədən siz əldə etdiniz. Ona görə bu tendensiyanı, necə deyərlər, bu praktikanı öz üzərinizdə mütləq edin və hər zaman istifadə edin. Aktivasiya aksiyası kimin, aktivlik aksiyası kimin, dəvətli aksiyası kimin, çox gözəl belə bir şansınız var ki, bunu istifadə edəsiniz. Gördüyünüz Oriflame'in möhtəşəm yenilikləri ki, birinci dəst çox gözəldir. İkinci dəstin Giordani tuşunu çox bəyənirəm və bu sprey möhtəşəmdir. Giordani Gold'un görürsünüz ki, bədən spreyidir. Spreylər yüngüldür və hər zaman üzərinizdə daşıya bilərsiniz. Hətta qızlara da, uşaqlara da necə deyərlər, ətir daha ağır olar deyə spreydən istifadə etmək şansınız var. Mükəmməl dəstdir, əllərinizə qulluq və yumuşaldıcı vasitədir ki, düşünürəm hər kəsin istədiyi və sevdiyi bir dəst olacaq və əlbəttə ki, sonuncu yay gəlir və hər kəsə lazım olan bir məhsullardır. 19-25 aprel 49 AZ'ye bir dəfəlik sifariş yerləşdirdiyiniz zaman bu gördüyünüz 4 dəstdən birini 70% əldə edə bilərsiniz. Amma sifarişiniz hər 49 AZ'yə əlbəttə ki, növbəti dəsti və yaxud həmən dəsti əldə edə bilirsiniz. Yəni, burada hər hansısa bir çərçivə yoxdur. Sifarişiniz nə qədər çoxdursa, bir o qədər dəstə əldə edib 70%-dən istifadə edə bilərsiniz. Hər birisinin kodu bir daha qeyd olunub, 4 dənə koddur, mövcud olan dəsti əldə edəcəksiniz. Əgər dəstə hər hansısa bir məhsul bitdiyi zaman, əlbəttə ki, o dəst artıq siyahıdan çıxır və yerdə qalan, necə deyərlər, dəstlərdən əldə edə bilərsiniz. Ona görə mütləq bu dəstlərdən əldə edin, 70% möhtəşəm fürsətdir, düşünürəm, bunu qaçırtmaq olmaz. Və pulsuz çatdırılma. Və bu məhsulu da istifadə edirlər. Burada diqqətinizi nəyə çatdırmaq istəyərdim? Pulsuz məhsulu siz sonuncu addımda çatdırılma məntəqəsi görürsünüz burada. Çatdırılma məntəqəsi hissəsini keçdiyiniz zaman sizə əlavə bir təklif verilir. Maşın işarəsi də var ki, əgər sən hər hansısa bir çatdırılma üsulunu istəmirsənsə, buyur pulsuz çatdırılmadan istifadə et. Bir daha qeyd edim, bu məhsulu siz zənbilə əlavə etmirsiniz. Sifarişinizi bitirdikdən sonra üçüncü addıma keçirsiniz. Üçüncü addımda da düzdür Fidan? Üçüncü addıma artıq keçəndəki çatdırılma növü seçməyə və burada maşın işarəsi qırmızı ilə qeyd etmişik. Ora tıklayaraq bu möhtəşəm məhsullardan birini əldə edə bilərsiniz. Burada da 5-i birində tuşumuz var. Artıq yay qabaqda bizi gözləyir. 50 SPF sprey möhtəşəmdir. Kimlər ki, əllərini batırmaq istəmir, daha rahat, daha praktik, belə deyərdim, məhsullarını istifadə etmək istəyir. Sprey əvəz olunmazdır. Spreylə üzünüzə, bədəninizə, qollarınıza, uşaqlara istifadə etmək çox rahatdır. Ona görə məncə bunu da dəyərləndirmək lazımdır. Və davam edirəm. Bilirsiniz ki, bizim sammitimiz hal-hazırda çox suallar olur. Ona görə bir daha bu haqda belə deyərdim, danışmaq istədim. Sammitimiz normalda 19-22 may davam edir və biz sizə qeyd etmişdik ki, ayın 15-dən sonra biz sizə məlumat verəcəyik. Hal-hazırda biz cavab gözləyirik. Və əmin olun ki, Oriflame şirkəti hər zaman insanlara, təbiətə, heyvanlara o qədər dəyər verir ki, istəməz ki, hər hansı bir gül, çiçək, yarpaq zərər alsın. Harada qaldı bizim ən sevimli brend partnyorlarımız, liderlərimiz, direktorlarımız, menecerlərimiz. Biz sizi o qədər sevirik, o qədər dəyər veririk ki, biz heç bir zaman istəmərik ki, sizi necə deyərlər, telinizə bir zərər versin. Ona görə əmin olun ki, ən gözəl seçimi, ən gözəl, necə deyərlər, nəticədə cavab olaraq biz sizə verəcəyik. Hələ ki, gözləmək, belə deyərdik, rejimindəyik. Biz də sizinlə birlikdə gözləyirik. 4 gözlə gözləyirik ki, təsdiqlənəcək, imtina olacaq və əmin olun ki, biz ən gözəl variantı, ən gözəl seçimi edib sizlərə geri dönüş edəcəyik. Hal-hazırda cavab hələ də, necə deyərlər,
sual olarak qalır və biz gözləyirik nə olacaq. Ona görə daha səbirli olun, daha necə deyim, kimisi uşaqlıdır. Bəli, mən sənə deyirəm, düz dedin. Hələ ki sözlərim bilmirsən, amma reaksiyandan mən sənə razıyam. Və davam edirik. Səhər yeməyi bilirsiniz, 5 nömrəli kataloq daxil idi. Sizin bir gününüz də var ki, bizim möhtəşəm səhər yeməyinə qatıla biləsiniz. Səhər yeməyimiz may ayının ortası olacaq. Və nə üçün may ayına saldıq? Bunu bir daha deyim, kimlərsə ola bilsin, bizimlə birlikdə deyildi, qoşulmamışdı. Bir kataloqda 4 idi, 5-cini daxil etdik. Çünki Dmitri Kvaşanın da bizimlə birlikdə orada iştirak etməyini istəyirik. Sizlərlə daha yaxından tanış olacaq və siz də onunla tanış olmaq kimi belə bir gözəl bir şansınız olacaq. Ona görə 5 nömrəli kataloq bitdiyi zaman yeni siyahı çıxardılacaq və kimlər finişdə artıq necə deyərlər, bütün şərtləri yerinə yetirdi, o siyahını sizə göndərəcəyik. Nəyi qeyd etmək istəyirəm? Ən sevdiyim həqiqətən proyektlərin biri liderliyin inkişafıdır. Və görürsünüz ki, hər həftə fərqli lider çıxış edir, top liderlərimiz çıxış edir. Hər birisinin, necə deyərlər, çox gözəl bilikləri var. Hər birisi çox güclü bir liderdir və hər birisi fərqli mövzularla İnşallah davam olunacaq və sizlərlə çıxış eləyəcək. Hər çıxışda biz özümüz üçün yeni nələrsə götürürük və bu da çox möhtəşəmdir. Çünki onların bilikləri, onların təcrübəsi bizim üçün çox önəmlidir. Necə deyərlər, liderlər sizin üçün yolu açıb sizə sadəcə onları təkrarlamaq lazımdır. Sizləri maksimal dərəcədə ən qısa yolla, ən gözəl yolla nə cür rütbədə, necə deyərlər, yüksəltmək lazımdırsa, o yolları sizə mütləq qeyd edəcəklər. Sadəcə birə-bir onları dinləmək və onların addımlarını atmaq lazımdır. Növbəti görüşümüz 4-cü gün saat 11-də Rəqsana Məhmudova tərəfindən olacaq. Aktivlik. Mütləq qoşulun, dinləyin. Çünki bizim bilirsiniz 3 dənə amilimiz var. Rekruting, aktivlik, liderliyin inkişafı. Hamısı çox vacibdir. Aktivlik isə bütün dəvət etdiklərinizi necə saxlamalısınız, onları necə aktivləşdirməlisiniz. Top 15 liderimiz bizə mütləq ötürəcək. Çox pozitiv və belə deyək, mehriban bir komandadır. Ona görə onların da təcrübəsini eşitmək çox gözəldir. Və liderlər üçün bilirsiniz hal-hazırda nədir? Brilliant və icraçı konferansdır, yubileydir. 13 nömrəli kataloqda bitir, unutmayın. Kimlər ki baş, qızıl, direktor və daha yuxarına bağlayıb, onlar üçün mütləqdir ki, medalları toplamaq. Medalları topladığınız zaman siz Brilliant konferansının iştirakçısı ola bilirsiniz. Bu Brilliant rütbəsinə sadəcə aid deyil. Qızıl konferans 8-ci kataloqda bitir və artıq son addımlar qaldı, necə deyərlər. Hər birisinə uğurlar arzu edirəm bizim liderlərimizin. Samit gözləmə modundadır və mütləq ki, əminəm, biz çox gözəl seçim edib gedəcəyik və yeni samiti 4 gözlə gözləyirik. Mən də sizinlə birlikdə gözləyirəm, onu qeyd etmək istəyirəm. Səhər yeməyimiz bitdi və inşallah çox möhtəşəm, gözəl bir səhər yeməyimiz olacaq ki, yenisini elan edəndə orada daha çox, belə deyərdim, həm menajerlərimiz, həm direktorlarımız iştirak edəcək. SEO proyekti isə bilirsiniz var və bu sizin üçün çox önəmlidir ki, girib bir bütün təlimlərə qulaq asasınız, təlimləri keçəsiniz, orada verilən testləri edib nəticəni əldə edəsiniz, sertifikat da götürəsiniz. Bu zaman hər zaman çox gözəl əhval-ruhiyyə ilə Oriflame haqqında danışa bilərsiniz. Oriflame'in möhtəşəmlikləri haqqında danışacaqsınız. Və əlbəttə ki, 6-cı kataloqda uğurun bir səbəbi. Bunun haqqında biz sizinlə danışdıq. Hər birisi çox güclü mesaj verir. Ona görə mütləq istifadə edin. 6 nömrəli kataloqu çox gözəl dəyərləndirin. Bu, həm sizin üçün, həm bizim üçün çox önəmlidir. İndi isə mən burada artıq prezentasiyamı bitirdim. Suallarınız varsa verə bilərsiniz.
və Dima Kvaşa bizə qoşulmalıdır ki, kataloqun sonu və kataloqun startı üçün çox gözəl öz tövsiyələrini versin. Dima tıkla подключишься. Mən sizin suallarınızı Да-да. hal-hazırda baxacağım. Ага, все, Дима qoşuldu və gəlin, я сказала, что сейчас вот презентация закончилась, и твои как попутствующие слова к закрытию и к открытию каталога. Все верно. Спасибо большое всем, кто внимательно сегодня слушал нашу презентацию. Спасибо всем спикерам. Надеюсь, что вы впечатлены и воодушевлены тем, что у нас будет в каталоге номер 6. Və mən əminəm ki, siz eşitdiniz və sizin üçün çox, belə deyərdim, hisslər yaratdı. 6 nömrəli kataloqda olan məhsullar, yəni dinlədiniz, gördünüz. Həqiqətən 6 nömrəli kataloq çox zəngindir. И я хочу напомнить вам, закончить тем, с чего я начал, что у нас есть замечательные продукты, у нас есть очень много людей, которые хотят их получить, и они либо сегодня с вами, либо нет, но они очень ждут контакта от вас. И у нас есть много историй, теперь вы их видите, которые вы можете с ними связаться, им сказать, и они придут и разместят заказ. Söhbətimi əvvələ qayıtmaq istəyirəm. Bilirsiniz ki, əvvəldə də bu haqda danışdım, sonda da bunu demək istəyirəm. Bizim möhtəşəm məhsullarımız var, bizim insanlarımız var və bu məhsulları əldə etmək istəyənlə çox sayda olan adamlar var ki, sizin çox gözəl şansınız var. Bu məhsullardan istifadə edərək onlarla kontakt yaradasınız və onları Oriflame-ə dəvət edəsiniz. И с помощью историй интересных, которые вы расскажете про наш продукт, вы можете активизировать максимальное количество людей в вашей команде, проявив высокую активность в каталоге номер 6. Высокая активность всегда несет вам высокий доход. Если вы хотите регулировать доход с Oriflame, просто отрегулируйте активность и сделайте, чтобы большее количество людей разместило заказ. Unutmayın ki, hər məhsulun istifadəsi ilə sizin məhsul hekayəniz olur və əgər siz uğurlu və çox gözəl kataloqun, belə deyərdim, nəticəsini istəyirsinizsə, bu deməkdir ki, siz aktivliyi artırmalısınız. Hər bir aktivlik gözəl bir nəticə deməkdir. Əgər gözəl nəticə istəyirsinizsə, mütləqdir ki, siz aktivliyinizi daim edəsiniz və bütün komandanı aktiv saxlayasınız. И в каталоге номер 6 у вас для этого есть огромное количество инструментов. Top Sense, новинки и отличное предложение с лаками для ногтей, специальная кампания, предложение первой недели. Все это для того, чтобы у вас была высокая активность. Televiziya saxlamaq üçün çox gözəl təkliflər var. Birinci həftənin təklifidir. Əvvəlcədən əldə edə biləcəyiniz dırnaq boyalarıdır. Top Scent'dir ki, siz bunu dinlədiniz, eşitdiniz və mütləq ondan istifadə edərək əldə edə bilərsiniz. Yəni, aktivliyinizi artırmaq üçün 6 nömrəli kataloqda maksimal dərəcədə bütün təkliflər var və sadəcə onlardan yararlanmaq lazımdır. Также не забывайте про то, что у нас есть замечательные гели для душа Simple Joys. Они у нас на задней странице каталога. И я хочу вам сказать, что у наших маркетологов и нашей компании, да, абсолютно верно, есть специальное название у задней страницы каталога. Она называется внутри компании «Страница в каждый заказ». И мы действительно, это не просто, чтобы поставить туда красивую картинку. Огромное количество времени наши маркетологи тратят, высчитывают, чтобы на этой странице было такое предложение, которое действительно должно быть в каждом заказе. Ona qeyd edim ki, marketoloqların belə bir işi var. Elə-belə kataloqun arxasına hər hansı bir məhsul qoyulmur. Bura məhsul qoyulduğu zaman bunun üzərində çox çalışırlar. Çünki kataloqun sonundakı məhsul hər sifarişdə olmalı məhsul deyə qeyd olunur və bilirsiniz ki, uzun müddətlər bu cürdə yazılırdı. Yəni, kataloqun sonundakı məhsul mütləq sizin sifarişinizdə olmalıdır. Bu da marketoloqların işlərindən biridir ki, ən cazibədar, ən gözəl, necə deyərlər, təkliflə versinlər ki, bu çox maraqlı olsun. Так что большое количество людей вы можете и активировать, и реактивировать только с одной задней обложкой каталога.
не забудьте, она вам может принести высокую активность и высокую реактивацию. Və unutmayın ki, siz həm aktivliyi, həm reaktivliyi bu məhsullarla edə bilərsiniz. Yəni bu o cür gözəl təklifdir ki, siz hər kəsi bu məhsulu əldə etmək üçün, almaq üçün oyada bilərsiniz və aktivliyinizi artıra bilərsiniz. И очень важно, конечно, всегда помнить о приглашении новых людей, новичков в ваши команды и в ваше сообщество. Этому нужно посвятить большое время всегда, каждой компании, в каждом каталоге. И у нас тоже есть, с чем вы можете приглашать новых людей в ваши команды. Unutmayın ki, hər zaman dəvətlər etmək lazımdır, dəvətlər çox olmalıdır və bizim hal-hazırda təklif etdiyimiz həddindən artıq çox təkliflər var ki, nə ilə siz yeni insanları dəvət edə bilərsiniz və onlara nələr təklif edə bilərsiniz. И Top Sense, например, это новый аромат, новый тип аромата, нишевый аромат. Им можно заинтересовать новых людей, которые раньше в Oriflame не были. Они будут заинтересованы таким трендовым ароматом. Используйте это как инструмент для рекрутинга. Əlbəttə ki, kataloqun yeniliyi olan Top Scent ətirləri, bu nişə ətirlərdir, mükəmməl, möhtəşəm ətirdir. İlk dəfə, necə deyirlər, Oriflame-də nişə ətirləri var və bununla siz yeni insanları dəvət edə bilərsiniz. Kimlər ki, bu ətirləri əldə etmək istəyər. И у нас в каталоге есть много продуктов, которые представлены в этот раз с хорошими скидками на хороших предложениях. И ими тоже можно рекрутировать новых людей. Через ароматы вообще легко заговорить с новичком про Oriflame. И вот, например, Elvie у нас будет на очень хорошем оффере. Можно приглашать на любые другие ароматы. Это только пример. Приглашать можно на бизнес-возможности, на любые продукты. Və əlbəttə ki, insanları dəvət etmək üçün ən gözəl, rahat yollarından biri ətirlərdir. Ətirlərə biz dəvət edə bilərik. Bu Top Scent ətri də ola bilər və kataloqda Elvie ətri möhtəşəmdir ki, o da əlavə bir alət kimi dəvət etmək üçün istifadə edə bilərsiniz. Amma unutmayın ki, kataloqda verilən bütün məhsullarla siz dəvət edə bilərsiniz. Sadəcə onları gözəl və fərqli olarak teklif etmek lazımdır. И также не забывайте, что те, кто приглашают новичков, у них тоже есть замечательное преимущество в следующем каталоге за спонсирование, за приглашение новых рекрутов. Поэтому все инструменты в ваших руках. Я желаю вам очень успешного и еще, знаете, главное, интересного каталога номер 6, чтобы было очень успешно, выгодно и еще было интересно и приносило удовольствие вам. Успехов! Bir-birinizə uğurlar arzu edirəm ki, bu kataloq həm yüngül, həm maraqlı, həm də maksimum belə deyərdim, gəlir gətirsin hər birinizə. Unutmayın, hər zaman yeni təklif etmək üçün təkliflərimiz var və maksimal dərəcədə bundan istifadə edə bilərsiniz. Kataloq möhtəşəmdir, təkliflər həddindən artıq çoxdur, sadəcə onları düzgün olaraq istifadə etməlisiniz. Спасибо большое и огромных вам успехов. Hər birinizə təşəkkür edirəm və uğurlar arzu edirəm. Все. Спасибо, Дима, что был с нами. И здесь cevaplandırmada hansı sualı cevaplandırdım? İstəyirəm bir sual vermək olar. O Buyurun. Top Scent ətrini katalog bitənə kimi 4 ədəd almaq, yoxsa bir səfərə 4 ədəd zakaz vurmaq? Yox, 4'ünü alırsınız, biri hədiyyə. 4'ünü birlikte aldığınız zaman biri hədiyyə gəlir. Yəni bir sifariş ərzində də tək yox da. Məsələn 250 bal vururam. Yəni mən indi o hissə 100 bal vuranda. Yəni elə almaq yox. 4'ünü alanda biri hədiyyə gəlir. Yəni hər dəfə birini aldıqda bu toplanmır. Yəni bu aksiya bu cürdür. 4'ünü alırsınız, biri də hədiyyə avtomatik. Siz sağ olun. Sağ olun. Aynira xanım, PDF formasını mütləq ki çata atacağım, narahat olmayın. Çatdırılma ilə bağlı məlumatlar veriləcək. Çox bir tez zamanda bunun üzərində həqiqətən çox gözəl bir işlər gedir. İnşallah ki yerinə, necə deyirlər, həll olunsun və sizə geri dönüş edəcəyi çatdırılma ilə bağlı. Hal-hazırda dəvətli kampaniya yoxdur gördüyünüz kimi. Dəvətli kampaniya kvartalda bir dəfə olacaq. Hal-hazırda bu kataloq üçün hələ yoxdur. Вам большое спасибо. Səbinə xanım. Təzə qeydiyyatlar üçün 49 AZN gözəl bir təklif idi. 70% endirimlə onu təklif edə bilərsiniz və kataloqda olduğu bütün məhsulları çox gözəl, fərqli olaraq aksiya kimi, aktivlik kimi, reaktivasiya kimi təklif etmək hər zaman bu sizin əlinizdədir. Çox gözəl də sizdə alınır bilirəm. Bunu edə bilərsiniz.
Çatdırılma ilə bağlı yeni qeyd edim, məlumatlar olacaq və məlumatları verəcəklər. Bilirsiniz ki, çatdırılma ilə bağlı başqa əməkdaş bununla məşğuldur və mən onun hissəsinə daxil olub hər hansısa əlavə məlumatlar vermək istəmirəm. Çatda paylaşılacaq. Ürəklər qalır silinmir, ürəklərdə heç bir dəyişiklik yoxdur. Hal-hazırda yeni məhsulları əldə edəndə də kataloqda bir dəfə 20 ürək verir və ürəklərdə olan məhsullar kvartalda bir dəyişdirilir. Bu da Globaldan, necə deyərlər, gəlir. Ona görə yəni ürək proqramı yığışdırılmır, eyni cürdə qalır. Orada heç bir dəyişiklik yoxdur. Siz sağ olun, təşəkkür edirəm. Hər hansı bir sual olanda bilirsiniz, nömrəmi bilirsiniz, düşünürəm. Hər zaman necə deyirlər, əl çatanam. Yatmış brend partnyorları da 49 azınlik olan 70%lik aksiyalarla, necə deyərlər, oyada bilərsiniz. Kataloqun sonundakı olan gellərlə dəvət edə bilərsiniz. Yəni bu sizin əlinizdədir ki, hansı məhsulları, hansı alətləri nə cür istifadə edəcəksiniz. Çox sağ olun, təşəkkür edirəm hamınıza. Mən də sizi sevirəm. Ürəkləri görmək həqiqətən çox xoşdur. Təşəkkürlər.